bəndəsini sevərsə, Allahın sevgisi haqqında biraz danışmaq istəyirəm. Allah bir bəndəsini sevərsə, xoş o bəndənin halına. Bütün rəhmət qapılarını onun üzünə açır. Və onun dininə, imanına zərbə vuracaq şeylərdən onu qoruyur. Allah bir bəndəni bəyənsə, özü girişir onun həyatına və başlayır özü onu qorumağa. Özü onun həyatını idarə eləməyə başlayır. İmanını özü qoruyur. Bəli, müminin bədəni, canı, cismi, malı, sərvəti zərbə ala bilər. İman buna zəmanət vermir ki, sən iman gətirdinsə, həyatda çətinliyin olmayacaq. Belə bir şey yoxdur. Zərbə dəyər malına, canına zərbə dəyər. Çünki dünya elə bir yerdir ki, insan burada şirin və acı hadisələr görməlidir. İmanlı oldu ya imansız, fərqi yoxdur. Bu barədə heç kəs sığortalanmayıb. Quran buyurur, وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَّكْسٍ مِنَ الْأَنْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ deyib, biz sizi imtihan edəcək. Biraz qorxu ilə, biraz aclıqla, biraz malınızın azlığı ilə, biraz canınızı olan xətərlərlə, xəstəliklərlə, biraz məhsullarınızın kasadlığı ilə imtihana çəkəcək. Bütün bunları deyəndən sonra axırda deyir ki, وَبَشِّرِ الصَّابِرِينَ səbr eləyənlərə müjdə ver. Yəni, hadisələr yox, reaksiya önəmlidir. Hadisəyə hansı reaksiyanı verirsən, bu önəmlidir. Hadisəni necə qarşılayırsan, bu önəmlidir. Hadisənin qabağında səndə səbir yaranır abi, o səbri baha qiymət alırlar. Səbir acizlik deyil ha. Səbir acizliklə, səbir qüdrətdir. Səbir hadisələrin qabağında acizanə zəll olmaq deyil. Səbir müqavimət göstərib nəticəyə görə qanı olmaqdır. Nəticəyə görə. Səbirli adamlar sarsılmazdır, əksinə səbirsizlər acizdir. Səbir belə bir xüsusiyyətdir. İnsan səbirlə pillə-pillə ucalır Allaha tərəf. Cənnətə gedənləri qarşılayanda nə deyirlər? Salamun aleykum bima səbərtum. Salam olsun sizə səbr etdiyinizə görə. Fəni'mə uqbəddar. Axirət evi nə gözəl yerdir. Yəni sizi bu gözəl evə gətirən sizin səbriniz oldu. Səbirlə bura gəldiniz, çıxdınız. Allahın sevgisi tələb edir ki, bizi bəzən imtihana çəksin ki, biz böyüyək. Çünki böyük Allahla görüşməliyik biz. Biz gəlmişik böyük Allahla görüşə hazırlaşaq. Böyüməyin yolu səbirdir, səbir. Bir daha deyirəm, səbir o deyil ki, başına nə gəldi, deyilən ki, mən təsliməm. Təslim olma hadisələrə, vəziyyəti düzəltməyə çalış, amma bəzən qaçılmaz nəticələr var, deyilən ki, oldu, dünya dağılmayıb. Elə bu çətinliklər mən Allaha tərəf aparmalıdır. Əllədinə idə əsabət-hum musibətun, o kəslər ki, onlara müsibət üz verir, qalu inna lillah və inna ileyhi raciun, deyərlər, biz Allahdanıq, biz müsafirik, səfərdəyik biz. Səfərimiz hardan başlayıb? Allahdan. Və hara doğrudur təzdən Allaha tərəf? Bu səfər dairəvi hərəkətdir. Allahdan başlayıb Allaha tərəf gedən hərəkətdir. Biz yoldayıq, mehriban Allaha tərəf gedirik. Yolun sonu rəhmətdir, başlanğıcı rəhmətdir, hər şey rəhmətdir. Buyurur ki, ulaikə aleyhim salavatun min rabbihim və rəhmə. Səbr eləyənlər üçün Allahdan salavat və rəhmət var. Yəni Allah salavat göndərər onlara. O kəslər ki, səbirlə qaldılar axıra, səbirlə möhkəm dayandılar, o şəxslər can verəndə, Quran buyurur ki, elə ki canları çıxır da, elə bir dünya ilə vidalaşırlar. Dünya həyatı bitib, gedirlər əbədiyyət aləminə. Son dəqiqələrində, saatlarında, məsələn saat qalıb, 10 dəqiqə qalıb, 5 dəqiqə qalıb, bilmirəm, lav axır saatlarında mələklər gələr onların ziyarətinə və nə deyər onlara? Deyərlər ki, Əllə təxafu və lə təhzənu, deyir, qorxmayın və üzülməyin, kədərlənməyin. Deyir, elə ki, mələklər deyər, qorxmayın və kədərlənməyin, qorxu ilə kədər bunları tərk eləyər. Qabaqda sizi qorxulu heç nə gözləmir. Qarşıda sizi ancaq rəhmət gözləyir. Bu iki xüsusiyyət var, qorxu və kədər. Bunun yolu bağlandı sizin rəyvizə. Heç vaxt bu iki xüsusiyyət sizin rəyvizə gəlib yol tapa bilməyəcək. Qorxu və kədərdən həmişəlik ayrıldınız. Səbrin mükafatıdır bu. Möhkəm dayanmağa. Heç zaman qorxu və kədər sizə yol tapmayacaq. Sizi narahat edən heç bir hadisə yoxdur. Ne üçün? Çünki siz bu yoldan əl çəkmədiniz. Şeytan bütün gücü ilə çalışdı, sizi azdırsın, siz azmadınız. Və sizin mükafatınız cənnətdir. Mən dünən bir kiçik cümə axşamlar arada oxuyuruq orada bunu. Dedim bunu ki, kim xidmət edir cənnətdə? Süfrə sahibi kimdir? Hansı mələkdir, hansı huridir, hansı xidmətçidir? Heç biri. Nuzulən min qəfurir rəhim. Bağışlayan və mehriban Allahdır bu süfrənin sahibi. Süfrə sahibi odur. Özü xidmət eləyər.
Elə ki susuzlayarlar cənnət əhli, bu dünyanın susuzluğundan deyil, dodağın qurusun, yox. Eşq teşnəliyi olur orada. İnsan eşqdən istəyir nəsə susuzluğunu yatırsın. Deyir, ona şərab verərlər cənnətdə. Amma bu dünyada içilən o haram şərabdan yox. Cənnət şərabı nədir? Mərifət şərabıdır o. Mənəvi məstliyi gətirir. Şeirlərdə görmüsünüz, şərabdan danışanda meydən, saqidən danışırlar. Qədimlər saqi o şərabı paylayana deyirlər, saqi, səqqa. Bu şərabın saqisi kimdir? Bu ayələr məst eləyir adamı, bilirsiniz. Buyurur ki, səqahum rabbuhum şərabən tahura. Rəbləri onların saqisidir, onları sirab eləyər pak şərabla. Yəni öz əlindən su içərlər, məcazi desək, məcazi mənada desək. İnsan əbədiyyət yolunun yolçusudur və bu yol bitməyəcək, heç vaxt. Əbədi davam edəcək. Elə bir nöqtə yoxdur, deyəsən cənnətdə çatdım, bitdi, yox. Allah ki sonsuzdur, sən də sonsuz bu yolu gedəcəksən. Bu bitib tükənməyən yoldur. Bunun bir balaca hissəsi var, cüzi, dünya hissəsi. Əbədiyyət yolunun 1 santimetri də deyil. Çox kiçik bir hissəsi, dünya hissəsi. Biraz kələ-kötürdür. Vəssalam. Əvvəli. Sonra gedir, əbədi həmişə rahat. Əvvəlində biraz kələ-kötür var, yolda bir narahatlıqlar var. Bunu keçib gedirlər əbədiyyətə. Böyüklər bunu başa düşüblər. Və onları çətinliklər şad eləyir. Bəli, bəzi müsibət gələndə gözü ağlayır. Peyğəmbərin balası dünyadan köçmüşdü, ağlayırdı. Dedilər, siz də ağlayırsınız. Dedi, qəlbim aramdır, gözümdən gəl. Çünki mərhəmət hissi var insanam. Övladım dünyadan köçüb. Bu insana xas xüsusiyyətdir. İnsanın atifəsidir, emosiyasıdır. Bu belədir. Yəni Allah birini sevirsə, o demək deyil, onun çətinliyi olmayacaq, onu sığortalayacaq hər çətinlikdən. Xeyr. Peyğəmbərləri Allah sevib tikə-tikə doğrayıblar. Yahya Peyğəmbərin başını kəsib nizələrə vurublar. İmam Hüseynin başına hansı bəlalar gəlib? Bunlar olur, amma Allah birini sevəndə, biz qorxmayın, biz o qədər elə çətinlik verməz, bizim tutumumuz o qədər deyil. Birdən danışaram, qorxuya düşərsiniz, yox, bizi Allah tanıyır da bilir. O deyir, dağa baxıb qarnı yağdırır. Bizə də öz gücümüz çatır. Amma hamı bu çətinliyi görür, hamı bu çətinliyi özünə uyğun görür. Və hamı üçün də qısa bir Əleyhisselam Komel duasında buyurur ki, və huvə bəlaun qəlilun məqsuh və yəsirun bəqa'uh. Deyir, bu elə bir bəladır ki, həm qısadır müddəti, həm də çox yüngüldür. Çətin bir bəla deyil bu. Kiçik və qısa müddətli bəlalardır. Amma Allah bəyəndisə birini, onun imanına dəyəcək zərbələrdən özünü qabağa verir, qoruyur. Allah özü qoruyur. Deyir, buna olmaz. Buna olmaz zərbə dəyəsin. Sevdiği bəndəsinə tərəf günah seli üst tutanda Allah özü yolundan kənar eləyir, özü qoruyur. Günahlar buna zərbə vurmaq istəsə Allah əlindən tutur. Günahlara şeytana deyir ki, bu sənin yemin deyil, çəkil. Bunun üstünə gəlsən, mənlə tərəfsən, mənlə qarşı-qarşıyasın. Allah sevdiklərindən belə eləyir. Özü onun əvəzindən qoruyur, özü qoruyur, vallah. Bir nəfər günahdan özü qorunmayıb, Allah qoruyub. Bir nəfər. Heç kəs deyən, mən elə, heç kəs deyənməz.